Hamiləlik iki hüceyrənin birləşməsindən əmələ gəlir. Yumurta hüceyrənin və spermatozoidin. Bu şəkildə göstərildiyi kimi burada görüşürlər. Mayalanmış yumurta hüceyrə düşür uşaqlıq boşluğuna, implantasiya gedir və hamiləlik baş verir. Bir çox hallarda cütlüklər gəlir, 2 ildir, 3 ildir, evləniblər, amma hamiləlik baş vermir. Xanımı müayinə etməmişdən əvvəl soruşuram. Həyat yoldaşı müayinədən keçib, ən azından spermogramma müayinəsi verib, deyir yox. Və biraz baxırsan ki, ətrafdan qadına da təzyiqlər var, problem səndədir, mənim oğlumda problem yoxdur və yaxud da bizim oğlumuzda problem yoxdur. Əlbəttə biz də istəmirik ki, bizim oğlumuzda problem olsun, amma fakt olaraq qalır ki, hamiləlik baş vermək üçün o biri əks cinsi nümayəndəsində müayinələri normal olmalıdır. Ona görə də əziz cütlüklər, hamiləlik planlayırsınızsa və yaxud da yeni evlənmisinizsə, hər ikiniz müayinədən keçməlisiniz. Bəli, əvvəllər bir neçə il əvvəl qeyd olunurdu ki, qadın sonsuzluğu kişi sonsuzluqdan öndədir. Yəni, o qədər kişilərin üzərinə düşmürdülər. Amma indi müasir dünyamızda qadın sonsuzluğu kişi sonsuzluğundan bərabər gedir. 50-nin 50-yədir. Ona görə də hər ikiniz müayinədən keçməlisiniz. İndi qadın dünyaya övlad gətirir, o demək deyil ki, bütün problemlər buradadır. Mən bunları niyə deyirəm? Çünki son zamanlar baxıram, qadınların boru açıq, ovülyasiya gedir, uşaqlıq boşluğu təmiz, problem yoxdur. Yəni, bir problem tapırsan, amma yoxlayırsan, 3 ildə evlidirlər, spermogrammada böyük problem var. 1-2% və yaxud da 0. Ona görə vaxtında müayinədən keçin.